Bismillahirrahmanirrahim. Zilqədə ayının 11-i Həzrəti Peyğəmbər nəslinin elm, iman və əxlaq irsinin daşıyıcılarından olan 8-ci imam Həzrəti İmam Rza Ağanın mövlud günüdür. Həzrətin həyatına nəzər etdikdə, Həzrətin həyatında sakitlik içində hikmət, sadəlik içində böyüklük və təvazökarlığın içində isə ucalıq görünür. Həzrəti İmam Rza Ağanın danışığı elm, baxışı mərhəmət, davranışı isə ədəb idi. Həzrət İmamın həyatı bizlərə 3 böyük dərs verir. Birincisi elm və hikmətdir. O ən çətin elmi suallara cavab verərdi, amma heç vaxt təkəbbür göstərməzdi. İkincisi mərhəmət və insanlıq dərsidir. İmam hər zaman yetimlərə nəvaziş edərək fəqirlərin hallarından xəbərdar olardı. Üçüncü isə səbr və təvəkküldür. İmam bütün ağır imtahanların içində belə haqdan ayrılmadı. Qəlbini Allaha bağlayaraq bizə öyrətdi ki, həqiqi güc çətinlikdən qaçmaqda deyil, çətinliyin içində Allaha sığınaraq möhkəm dayanmaqdır. Ya İmam Rza, mövludun mübarək olsun. Sənin nurun qəlblərimizə işıq gətirsin, evlərimizə bərəkət verərək, həyatımıza isə elm, səbir və mərhəmət gətirsin.